Asan Xidmət bu dəfə Bərdə rayonunda əhaliyə xidmət göstərir. Bugündən Asan Xidmətin avtobusları Bərdədə fəaliyyətə başlayıb. İyunun 23-ədək Bərdə və Yevlax rayonlarının 260 mindən artıq sakini səyyar Asan Xidmətdən Bərdə rayonunda yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Növbəti xidmətimiz Bərdə rayonundadır və Bərdə rayon və Yevlax şəhər əhalisinin xidmət göstəriləcəkdir. Deməli, iyun ayının 11-dən 23-nə kimi Bərdə rayonunda xidmət göstəriləcəkdir və xidmət göstərdiyimiz zaman Bərdə rayon sakinləri və Yevlax şəhər sakinlərinə xidmət göstəriləcəkdir. Asan Xidmətə müraciət edən vətəndaşlar onlara göstərilən xidmətdən razılıqlarını bildirirlər. Maraqlandı, bildim ki, burada Asan Xidmət açıldığı üçün yaxınlaşdım, qəşəng yüksək səviyyədə 5 gündən sonra vəsiqəmizi götürəcəyik. Bu ilin sonunadək səyyar Asan Xidmət vasitəsilə 35 məntəqədə 41 rayonun sakinlərinə müxtəlif xidmətlərin həyata keçirilməsi planlaşdırılır. Elmir Həsənov, Daşqın Abdullayev, Ziya İsmailov, Bərdə.